Salam. Günlərlə bərkiməyən, yumuşaq, pambıq kimi şəkərburanın hazırlanmasını sizinlə paylaşıram. 500 qram təmizlənmiş fındıq götürüb blenderdan keçirdim. Üzərinə 2 stəkan şəkər tozu, 2 çay qaşığı hil əlavə etdim. Hatırladım ki, hilə bir balaca keşniş toxumu da əlavə edirəm. 1 paket vanil və qarışdırıb bir kənara qoyuram. İndi isə keçək xəmirimizə. 1 kilo unun içərisində oyuq açıb ərzaqları əlavə edirəm. 2 yumurta, 4də 1 çay qaşığı quru maya, şəkər tozu, bir balaca duz. Bu bayram bütün bişintilərimə ankor yağından istifadə edirəm. Yumuşaq şəkildə 400 qram kəsib xəmirə əlavə edirəm. 200 qram 25%lik xama, sonra qarışdırıram. Sonra asta-asta ara bir südü əlavə edirəm. Südü çox ehtiyatla əlavə edin. Çünki xəmirin bərkliyi sizi aldada bilər. Süd artıq olsa xəmir çox yumuşaq olar. Bizə isə nə bərk, nə də çox yumuşaq xəmir lazımdır. Xəmir orta bərklikdə olmalıdır. İndi isə hissələrə bölüb kəsirəm. Əvvəl 4 hissəyə, onları isə daha xırda hissələrə kəsirəm. Şəkərbura kündələrini 40 qramdan tuturam. Xəmir çox yumuşaq, elastik bir xəmir olur. Kündələri taxta ilə açdım və içərisinə 2 dolu çay qaşığı ilə içlik qoyuram. Qıraqlarını ehtiyatla içliyə dəymədən bağlamaq lazımdır. Çünki içliyə dəysə ağzı bir-birinə yaxşı yapışmayacaq. Yapışdırdıqdan sonra qıraqlarını bururuq və maqqaşla bəzək veririk. Bitirdikdən sonra şişməməsi üçün iynələməyi də unutmuruq və 140-150 dərəcəlik sobaya yollayırıq. 20 dəqiqə ərzində üstünün qızarmaması üçün nəzarət edə-edə sobada bişirin. Vəssalam, şəkərburalarımız hazırdır. Çərşənbəniz və qarşıdan gələn bayramınız mübarək olsun.